Bugün Biridiya Show proqramının qonağı Dəniz Sabirabadlıdır. Dəniz, xoş gəlmişsən bugün Biridiya Show proqramına. Xoş gördük mənim əzizim. Xeyirli uğurlu olsun. Təşəkkürlər. Efirində inşallah maraqlı bir efir keçər. Əlbəttə ki, siz Biridiya Show-da siz əlbəttə ki, səmimi ortam və maraqlı bir veriliş olacaq. İnşallah. Əziz izləyicilər, sizi gözlətməyə keçək verilişimizin ilk sualına. Bilirsiniz ki, Biridiya Show proqramının belə deyim, özəl sualı var. O bütün sual belə verilişlərdə o sual verilir. Sual budur ki, Dəniz kimdir? Gözəl sualdır. Dəniz ilk öncə çox yaxşı övladdır. Daha sonra öz sənətimdən danışsaq daha yaxşı bir müğənniyəm. Səsi olan müğənniyəm. Bugün bir çox meydanda olan, göz önündə olan, insanlarda olmayan bir şey var. Məndə səs var. Bunu rahatçılıqla deyə bilirəm. Ürəyi təmiz, uşaqla uşaq, böyüklə böyük. Mümkün qədər hər kəsə düzgün, dürüst birisidir. Dəniz, uşaqca onda bilmədiyim bir an varmı? Var, təəssüf ki var. Valideynlərimin ayrılması mənim üçün travma idi əslində. Bəlkə də özləri də bunu bilmirlər, çünki mən soyuqqanlı bir övladam. Amma bütün övladlar kimi istəyərdim ki, analatalı, gözəl bir həyatım olsun. Ayrıdılar. Yəni o mənim üçün travmadır əslində. Dəniz, təsəvvür et ki, bir şans yaranıb. O şans ki, bədəninin hansı hissəsini dəyişdirmək şansıdır. Maraqlıdır. O şans olsaydı əlində, bədəninin hansı hissəsini dəyişdirərdin? Bu şans olsaydı da heç də dəyərləndirmək istəməzdim. Çünki özümü sevirəm. Mən belə də çox gözələm. Rəssamım, Allahdır, razıyam. Dənizə görə geyim əxlaq ölçüsüdürmü? Məncə xeyir. Çünki mən özüm göz önündə olan bir gənc xanımam. Getdiyim məkana görə, yerə görə bağlı da geyinə bilirəm, açıq da geyinə bilirəm. Əgər mənim vücudum o geyimi daşıyırsa, mənim uyğundursa, mən düşünmürəm ki, o mənim əxlaqıma xələl gətirər. Çünki xasiyyətim, xarakterim mənim geyimimi necə daşıya bilər ki? Məncə elə deyil. Səncə izləyicilər müğənni xanımlardan nə istəyir? İzləyicilər ikiyə bölünür. Bəziləri həqiqətən də səs, sənət, geyimə önəm verirlər. İstəyirlər ki, ailə məclislərində də, sırf kişi məclislərində də oluruq biz. Normal olsun hər şey. Bəziləri də tam əksini, sadəcə xanımın xarici görkəminə önəm verirlər. Çox əfsus ki, belədir. Onlar üçün önəmli deyil onun səsi, sənəti. Açıqda geyinsə razı olurlar. Bu əslində bir növ bizim işimizə də ziyan gətirir. Yəni insanlar təəssüf ki, ikiyə bölünüblər. Müğənnisən, gündəlik səhnələrdə olursan. Maraqlıdır. Elə bir anın varmı ki, səhnəyə çıxdıqda gülməli bir an? Yəni çətin bir vəziyyətdə qalmısan. Həm çətin vəziyyətdə qalmısan, həm də gülməli bir an olub. Utandığım məqamlar olub. Başqalarının yerinə utanmışam. Öz yerimə yox. Bəzən toylarda, bəzən oxuduğumuz məkanlarda baxırsan insanlar hər kəsi eyni görürlər, çox təəssüf ki. Və düşünürlər ki, hər kəsə hər şeyi demək, təklif etmək olar. Amma öz yanlarında olan heç bir şeyə diqqət etmirlər və mən o insanların yerinə utanıb gülmüşəm. Buradan kiməsə söz atdın, onu bilirlər məsələn? Sözü götürən götürər. Bəli. Həyatını dəyişdirə biləcəyin üç şey nə olardı? Gözəl sualdır. Həyatımda ilk növbədə dəyişmək istədiyim son artıq 2-ci ilə keçib ki, məni həqiqətən də içdən üzən, sarsıdan anamın səhhəti. Allah heç kimin valideyninə vaxtsız dəyməsin. Və ümumiyyətlə onları bizim başımızın üstündən əskik eləməsin. Mən anama çox bağlı bir insanam. Onun səhhəti əlimdə olsaydı,
dəyişərdim, tamamilə sağlamlığına qovuşması üçün hər şey edərdim. İkinci, dəyişmək istədiyim, əgər ki, imkanım olsaydı, heç ailə qurmazdım. Yəni, mənim hələ düşünürəm ki, o yaşım irəlidə idi. Zamanında arzuladığım, sevdiyim, öz ürəyimcə olan birisi ilə gözəl bir ailə istəyərdim. Üçüncü, hər şey yolundadır, çox şükür Allaha, heç bir şey yoxdur. Yəni, əsas bunları dəyişmək istəyərdim. Maraqlıdır, Dənizin həyatda pul qazanmaq üçün etdiyi pis iş nə idi? Pis iş deməzdim. Sadəcə, belə deyim də, yaşım az idi və o iş mənə görə deyildi. Amma halal çörək qazanmaq yəni ən gözəldir məncə. Bugünkü günü geriyə baxdığımda utandığım, çəkindiyim, başımın aşağı olduğu heç bir şey görmürəm öz həyat yolumda. Çox şükür Allaha. Oba marketdə işləyirdim. Bəlkə də burada reklam olacaq. Çəkisi məndən ağır olan kartof kisələri, soğan kisələri aparırdım ki, onların çəkisi məndən ağır idi. Məncə yəni o. Növbəti sualımız budur ki, direktinə gələn ən maraqlı mesaj nə olub? Demək, biz çəkişdən öncə əslində o mesajı oxumuşduq. Amma sən bilməyəcəkdin ki, mən sənə belə bir cavab verərəm. Deməli, mənə yazıblar ki, İnzibati Xətalar Məcəlləsinin 611.8-ci maddəsinə görə gözəlliyinizə görə icazə almalısınız. Almısınızmı? Almamışam. Almaq lazım idi yəqin. Nə bilim. Şou biznesdə uğur qazanmaq üçün hansı sərhədi keçməmisiniz? Bədən şəkilləndirmə eləməmişəm. Etmək istərdin? Yox, o sualın cavabını verdim. İstəməzdim. Amma bugün şou biznesdə tanınmaq istəyirsənsə, ilk öncə bədən şəkilləndirmən olmalıdır. Səsin olmasa da olar. İkinci, həcin olmalıdır. Daha sonra arsız olmalısan. O saydıqlarımın da heç birisi hal-hazırda məndə yoxdur. Heç inanmıram da olsun, çünki mənim xarakterim uyğun deyil. Pula ehtiyacın olarsa, elə bir yaxınlığın varmı ki, ona deyəsən, o sənə kömək etsin? Var. Zəng edə bilərsən? Bəli. Zəhmət olmasa zəng et. Görək nə deyəcək. Mənə də maraqlıdır. Alo. Ay, necəsən Rəm? Sağ ol Rəm. Buyur aşkım. Quzu, sənə işim düşüb. Hayır canım, buyur Rəm. Dünən ad gündə yığdığım pullardan mənə 5.000 verə bilərsən. 5.000? Bəli. 5.000 yox. Yani hiç olmasa yarısını verdə bilərəm Rəm. O qədər çatmaz, yalan deyərəm. Nədə? 5 günə verirəm deyim. 5 günə qaytaracam ürəyim hamısını. Olar, amma indi uyğun deyiləm. Akşama doğru verərəm. Yaxşı mı Rəm? Çox, mən elədim. Oldu canım, çox sağ ol. Oldu? Yaxşı canım, əldə saxlayacağım səndən. Sağ ol. Axşama doğru verərəm. Dünən ad günündə idi. Nə qədər pul vermişdik. Günay, buradan səni bir daha təbrik edirəm. Yığdığım pulları bacıq, göndər mənə. Var olsun belə dostlar. Yorumlarda yazırlar ki, sənin efirində olan müğənnilərin əksəriyyətinin səsi yoxdur. Məncə də yoxdur. Maraqlıdır. Sənin səsin varmı? Onu da yorumlarda yazarlar. Onda ifeyt baxaq. Atıp getdin sən mənim könül həmdəmim idin. Sənsiz yaşaya bilmərəm. Odlara salmısan məni. Atıp getdin sən mənim könül həmdəmim idin. Sənsiz yaşaya bilmərəm. Odlara salmısan məni. Teşekkürler. Hələ. Mənə görə var.
Sizə görə var yoxsa yox, yazın görək. Varsa toyuna dəvət eləsin. İnşallah. Müğənni olaraq özünüzə rəqib kimi görürsünüz. Həm yaşıdlarımla söhbət gedirsə Bəli. əgər, bugün toyxana oxuyan, üz görüşdüyüm xanımlardan söhbət gedirsə, bir çoxunu özümə rəqib görmürəm. Amma həqiqətən də səsi olan, səhnə üçün görüntüsü olan xanımlarımız da heç az deyil. Əsas odur ki, hamı çörəyini qazanmaq istəyir. Bizim sənətimizə biraz doğru yöndən baxmayan insanlar da var. Amma müğənnilik pis bir iş deyil. Hamı öz çörəyini qazanır bir parça səsi ilə. Mənim də daha yəni böyük bir səsim yoxdur zaten. Hələ səsimin üstündə işləyib, müəllim də yanına getmək istəyirəm Allahın izni ilə. Rəqib. Hal-hazırda bərabər onunla oxuyaram. Aysel Ələkbərli. Yəni, bilirəm ki, mən hara qədər oxsam məndən gedəcək. Buradan da salamlayıram. 15-i bir yerdəyik inşallah. Məşhur bəy ifaçılarından sənə təkliflər gəlibdirmi ki, mən səni məşhur edəcəm, düet ortağı olaraq. Amma qarşılığında səndən sevgi olacaq. Olub. Çox təəssüf ki, bugün kimsə kiməsə dəstək olmaq istəyirsə, qarşılığında nəsə gözləntisi olur. Timboda da bu müğənnidirsə, istənməyən bəzi mövzular keçir, olur. Olub hətta. TikTokda sənə yazılan ən pis yorum nə olub? Tənqidə açığam. Çünki bu sənəti ümumiyyətlə seçəndə, qəbullananda bilirdim ki, məni sevən də olacaq, sevməyən də olacaq. Amma təhqiri sevmirəm. Pis yoruma qaldıqda, son zamanlarda mən TikTok hesabımda soyadımı dəyişmişəm. Dəniz Cavadzadə deyil də, Dəniz Sabirabadlı. Çünki mənim əslim Sabirabadlıdır. Və insanlar çox sərt şəkildə şərhlər bildirirlər ki, Sabirabadlı yazısını oradan çıxart. Buradan onlara demək istəyirəm, niyə çıxardım? Mənim atam Sabirabadlı, anam Sabirabadlı. Mən bu dünyada yaşayıram, mən Azərbaycanlıyam. Yəni, bunu niyə qəbul edə bilmirlər ki? Mən niyə ora Sabirabadlı yazısını qoymuşam? Açıq geyinmirəm, necə deyim, pis məkanlarda olmuram. Bu toy müğənnisiyəm. Mənim soyadımı, ləqəbimi, təxəllüsümü qəbul etməməkləri heç də ürəkaçan deyil. Yəni, son dönəmlərdə ən çox mənə gələn şərh odur. Publarda ifa edən müğənniləri müğənni olaraq görürsənmi? Ümumiyyətlə, pub oldu, restoran oldu. Fərqi yoxdur məkanların adlarını çəkməyək. Hər hansısa bir məkana gedərkən geyimlərinizə diqqət edin, əziz xanımlar. Hərəkətlərinizə diqqət edin ki, getdiyiniz yerdə səsiniz ikinci planda qalır. Ümumi görkəminiz ürəkaçan olsun. Əgər görkəminiz göz önündə normal olarsa, səsiniz də tamamlayacaq. Belə də ki, hamımız hər bir yerə gedirik çörəyimizi qazanmaq üçün. Amma biraz diqqətli olaq. Qulağımıza yaxşı sözlər gəlib çatmır. Bəs görürsən yoxsa yox? Biraz. Biraz dedikdə yəni. Bu hansısa bir belə deyim, yemək deyil ki, deyəsən ki, duzludur, yoxsa duzsuz deyək, biraz duzludur. Hal-hazırda publarda olan müğənnilərimiz də duzsuzdur.